Mən odamda orada iş görürdüm. Oradan gəldim, gördüm, yoxdur. Uşağı çağırdım ki, mama yemək pişirdim gün ortaya. Deyə, ay nənə, yox, mamam yoxdur. Deyim, hani və deyim, mamam getdi. Telefon aparmayıb, yox. Mən buradan qızıma müraciət edirəm ki, qızım daşa təyinə yerə töksün, səsimizə səs versin, bəri çıxsın. Tovuz rayonunun yuxarı aşağı Ölsüzlü kəndinin ərazisindəyik. Demək, Məmmədoğullar ailəsinin övladı 6 avqust tarixindən itkin düşüb. Məmmədov Səmədin qızı Lamiyə 2017-ci ildə məhz aşağı Ölsüzlü kəndinə gəlin köçür və 9 illik ailə həyatından 3 övladı olan məhz Lamiyənin son 2026-cı ilin 6 avqustuna kimi ailəsi ilə aralarında problem olmadığı bildirilir. Yəni bunu ailəsi deyir. Amma son dövrlər ana bildirir ki, qızı evdə narahatçılığın olduğunu deyərək, ərlə arasında olan narahatçılığını bildirərək və ata evinə gəlir. Məhz bu ərazidə, ata evində bir həftə imiş ki, yaşayırmış və 3 övladını anasının himayəsində qoyaraq sakitcə səhər saatlarında evdən sənədlərini götürərək çıxıb və o vaxtdan bu vaxta kimi 11 gündür ki, Lamiyədən xəbər yoxdur. 26 yaşı var, 3 uşağı var. Uşağın ikisi mənim yanımdaydı, qızdan birini onlara getmişdi. Elə o gedəndə axtarırıq, yoxdur. Axtarırıq, tapılmır. Ya dərdini bir kəsə deyim, mədaniyə bacıya ki, mənim bu dərdim var. Məsəl üçün dərdim budur. Əsəbi yerində o döydü. Elə görürdün ki, sözüm ona nəsə sorsanda da ağlayırdı. Demirdik, dərdim budur, azarım budur. Bir dəfə də keçən il özü gənə bax belə şeylif gəlib bir çay oturdu, sonra gənə qayıtdı getdi. Əriyinə. Çay mənim yanımda qaldı, sonra qayıtdı getdi. Ayın 6-sı günü saat 9-11 arası buradan çıxıb gedib. Hələ bir xəbər yoxdur. Hələ də axtarılır. Polis də axtarır, özümüz axtarır, yoxdur. Ər evində biraz elə bil yoldaşınla narazı var, bax belə. Yəni qaynəsə heç bir şey yox idi. Eləcə ağlayırdı, sıxırdı ağlayırdı. İçinə salırdı hər şeyi. Bax beləcə. Ya bunun ölüsü çıxa, ya bir dirisi çıxa, deyəsən ki, buradadır. Yoxdur, o da yoxdur.